Deyirsiniz, indi cəsarətli, işgüzar xanımlar çoxdur. Ümumiyyətlə, cəsarət nədədir? Cəsarəti bir xanıma kim verir, nə verir? Bax, istəyirəm bir buna da aydınlıq gətirək. Cəsarət, mənə elə gəlir o cəsarət, o elə doğulur. İnsan cəsarətli doğulur. Cəsarətli doğulur. Arxa dayağı olmayan xanım hər zaman cəsarətli ola bilirmi? Ola bilmir. Deməli, doğulmur da. Mütləq ki, nəsə bir cəsarət verən qüvvə olmalıdır. Bəlkə də düzdür dedim bu sözü. Amma arxa dayağı olmayan, mənə elə gəlir ki, cılız qalır da. Pulu olmayan qadın cəsarətli ola bilir? Cəsarət ancaq puldadır. Bilmirəm, soruşuram. Ola bilər ki, deyil. Deyil. Bir də görürsən ki, cahilliyindən çox cəsarətli olurlar. Savadsızlıqlarından çox cəsarətli olurlar. Doğrudur. Mahnı oxuyurlar, notları bilmirlər, amma deyir, mən oxuyuram. Cəsarətlə çıxır, deyir bunu. Yəni, bu cəsarət, bu cahil cəsarət hara qədər aparır insanı? Mənə elə gəlir, axıra qədər apara bilməz. Bir yaşdan sonra artıq o cəsarət də olmayacaq da, doğru mu? Ay, sağ ol. Doğru. Biraz gənclik də insana cəsarət verir, gözəllik də insana cəsarət verir bəzən qadınlara.